Herkese selam. Yeni bir videoma hoş gelmişsiniz. Ben Nuray Hüseynova. Bugünlerim sizinle birlikte Toca Boca oynayacağıq. Aslında Toca Boca çok oynamıram. Yani bugün həvəsləndim və dedim ki, niyə yani video çəkmirəm Toca Boca'ya. Toca Boca videosu niyə çəkmirəm? Nəysə, indi isə video çəkirəm və Toca Boca oynayıram. İndi isə mən evi renklədim. Buradaki nədir bilmirəm. Evet, evi renklədim. Bu şekilde burası bu bağlı renk olan yer uşaq otağıdır. Burası salon olacak. Burası mutfak olacak. Burası da banyo olacak, yani tuvalet olacak. İndi isə əşyaları yerləşdirəcəyik. İlk öncə otaqdan başlayaq. Otağa 2 kişilik qoyaq. Yəni 2 nəfərlik yataq qoyaq. Evet. Sonra baxaq bir dəqiqə. Evet. Bura yatağımızdır. Sonra şkaf yok. Şkafı buradan. Şkaf olarak da bunu götürək. Bu şekilde bura koyduk. Bunu biraz belirleyək. Sonrasında belə bunu da bu hissəyə qoyaq. Belə. Sonra tablo olarak belə bir şey olsun, minik və şirin. Ref qoyaq mı diye düşünürəm, amma məncə qoyaq, bunu qoyaq, amma bu yerləşmir. O yüzden bunu atırıq. Bunu qoyaq. Evet, baxın bu oldu. Biraz belə. Bir tanesini de qoyaq. Belə qoyduq. Sonrasında son olarak xalça qoyacağıq. Xalça olarak da kalpli qoyaq. Kalpli. Evet, bu otağımız bitti. Bu şekilde uşaq otağı kimi belə bir şey oldu. Hem uşaq otağı hem də yani ebeveyn odası. Ne deyirlər ona bilmirəm, amma nəysə. İndi gəldik salona. Salona ait belə dəst olaraq belə nə deyirlər, kreslo deyirlər. Yox, divan qoyuruq. Sonrasında belə buraya qoyaq. Ya da bunu qoymayaq. Bu çox yer tutur. Bir dəqiqə, yox, bunlardan qoymayaq. Bitki olarak bunu qoyaq. Bu çox qəşəngdir, yəni məncə qəşəngdir. Sonrasında qutu qoymuruq. Evcil hayvanına ait belə bir şey. Evcil hayvan da alacağıq bu arada. Ona görə də burada yatağını qoyduq. İt alacağıq, ona görə də it şeyini. Bir də bundan it oynuyor. Neyse, belə qoyaq. Safhasda qalsın. Qutu götürək ki, itimizin şeylərini bura qoyaq. Əşyalarını falan qoyaq bura. Evet, ora qoyduq. Sonra belə şeylərimiz var. Yastıqlarımız, amma məncə bu daha yaxşıdır. Sizcə yorumlara yazın. Sizcə necədirsə. Eğer beğenmediyse yorumlara yazabilirsiniz. Burada saat koyaq. Bura. Sonrasında bir tane de bura ref koyaq. Belə bir ref koyaq. Bence. Evet, belə bir refimiz oldu. Bir tanesinde nazik koyaq. Buraya sığışmır. Burada bura koyacağıq. Evet, bu kadar. Başka bu arada bir tane bir şey koyacağız. Aradadır. Evet, burada. Stol koyacağız.
ortaya. Bu şüşə şeyi tercih edirəm. Şüşə qoyaq. Aslında bu da ola bilərdi yani, ama neyse. Koyduk. Evet, salonumuz da belə oldu. Bence şirin oldu. İndi isə gedirik mutfağa. Mutfak burası. Bundan zaten bir dənədir. Ona göre de bir dənə bunu koyacağıq. Evet, koyduk. Xaladenik koyaq. Bundan da olsa bir dənədir. Evet, sonrasında stol. Stol olarak belə bir şey koyaq. Biraz belə eləyək. Sonra stol dəst olsun. Ona göre de böyle bir şey tercih ediyorum. Belə. Bir tane de bura koyaq. Evet, bir tanesi de bura koyaq diyecektim. Olmur. Neyse. Bu arada xəstəyəm. Allah şəfa olsun de alarım. Sonrasında burada bir tane de rəf qoyaq. Hər yer rəf qoyaq ki, istədiyimiz və yaxud da çatmadığı yerləri, bir şeyləri bura qoyaq. Neyse, sonra baxarıq, sonra inceleyerik. Evet, bu arada bura xalça koymadım. Burada xalça koyaq. Bura ağ xalça tercih ediyorum. Yoksa başka bir şey. Yox, bence bu daha yaxşıdır. Koyduq. Belə. Burada qoyaq. Burada indi şeyə qoyaq məncə. Belə ağ xalça. Evet, belə bir şey. Sonrasında xaladenikimizin içi bir dəqiqə açılmır. Çaşka qoyaq. 2 dənə belə çaşkamız. Hatta bir tane olsun çünkü lazım olsa zaten yine göstereyim. Yani yer tutur. Sonrasında bir dakika bıçaq koyaq. Sonra qaşıq koyaq. Hərəsinə bir dənə koyaq. Belə yemək pişirmək üçün belə bir şey. Sonra yox, bundan zaten koyduk. Sonra kepçedi nədir bunun adı bilmirəm. Tava. Sonra belə bir qazan. Bunları evet, bunları bura qoyaq. Ayda çaş dəst olaraq qoysaydım. Bilsiz nə araq. Çaşkanı götürək, ataq. Baxın indi. Belə kasamız. Baxın, kasa. Boşqabımız hamısı dəstdir bu arada. Dəst qoyuram. Bu üstüne koyaq. Çaşkamızı da bura koyaq. Evet. Bu kadar. Sonra burada çaynikimiz. Çaynike bakın ne kadar şirindi. Ne kadar şirin. Bu arada bunlar da yanır ama sonrasında göstereceğim. Neyse, burada mutfak da bitti. Sizce necə oldu? Yorumlara yazın. Her bir otağı yorumlara yazın. Mesela için qonaq otağı 2 nöqtə qoyun yazın. Mutfak yani kuxna, mətbəx falan 2 nöqtə qoyun yazın. Sonrasında burada işte yeməklərimiz var. Xaladenika qoya bilərsiniz. İndi isə gəldik hamama. İlk önce buradan bir dənə buna qoyaq. Belə bir şey. Ya belə bu qoyaq. Sonra bunu qoyaq. Yox, bir dəqiqə. Bunu bura qoyaq. Qalsın burada. Burada kırmızı bir şey var. Onu nerede bilmirəm. Evet, bunu bura koyduk. Bunu bura koyduk. Bunu da bura koyduk. Bunu da yok, bir dakika. Səhv elədik biraz. Onu getirip bura, bunu bura. Evet, belə.
Sonra burada diş fırçalarımız falan filan var. Biraz bunu belə eləyək. Biraz da belə eləyək. Biraz belə. Çünkü bura şkaf koyacağıq. Bir dəqiqə. Buradan belə. Bir dəqiqə. Bunu koyaq. Yox, bura olmur. Bunu koyaq. Evet, oldu. 2 dənə hətta koyaq. Birdən lazım olar falan diye koyaq. Evet, bu kadar idi. Xalça da koyaq. Burada belə bir şey olsun. Şirin belə. Neyse, belə. Bu kadar idi. Xaldenkimizin içi belədir. Belə işləyir. Ay. Sonra gazımız işləyir. Baxın. Çaydanımızı bu kobra koyaq. Suyumuz işləyir. Burada da şkafımız var. Buradakı su işləyir. Sonra baxın bir dəqiqə. Bağlanır, açılır. Sonra bura basılır ama basa bilmiyorum. Evet. Allah çok şükür. Evet, bir de bir şey koyacağız. Ya da sonra koyarım. Yani sonra koyarım. Neyse. Evet arkadaşlar, videomuz bu kadar idi. Bazı şeylerde özüm yerleştireceğim. Eşyalar, diş fırçalar falan. Qazanları, çaşkalar, ne bileyim paltarlarımızı falan hamısını yerleştireceğim. Ona da ait bilmiyorum video gələr mi yoksa yok. Ama hamısını bitirdikten sonra da tabii ki de video gələcək. Görsələcəm ayrı bir videoda. Hələlik videonu burada saxlayıram. Kanalıma abone olub like atmağı unutmayın. Sizləri sevirəm. Öpürəm. Bay bay deyirəm. Evet. Bay bay.